Dünyanın ən 5 xoşbəxt ölkələri sizcə hansılardır? Gəlin bir yerdə tapaq. Dünya Xoşbəxtlik Hesabatına görə 2025-ci ilin ən xoşbəxt ölkələri bunlardır. 1. Finlandiya artıq neçə illərdir birinci yerdədir. Pulsuz təhsil, təmiz təbiət, sakit həyat və insanların bir-birinə olan güvəni Finləri dünyanın ən xoşbəxti edir. 2. Danimarka. Burada insanlar hüquqa adlanan rahat və isti atmosferi sevirlər. İctimai bərabərlik və yüksək sosial rifah sistemi Danimarkalıların stresini minimuma endirir. 3. İslandiya. Təbiət möcüzəsi olan bu ölkədə az insan, çox xoşbəxtlik var. Sosial bərabərlik, azadlıq və təmizlik İslandiyalıların həyatından əksik deyil. 4. İsveç. Uşaqlara qayğı, təmiz şəhərlər, yüksək təhsil və sağlam həyat tərzi. İsveçdə xoşbəxt olmaq üçün çox səbəb var. Və nəhayət 5. Hollandiya. Velosiped sürən xoşbəxt insanlar ölkəsi. Uşaqlar burada ən xoşbəxtlərdəndir. Sosial azadlıq və balanslı həyat Hollandlıların gülümsəməsinə səbəb olur. Və sonda bunu deyim. Xoşbəxtlik bəlkə də bir ölkə seçməklə deyil, amma bu ölkələr bizə necə xoşbəxt yaşamaq barədə gözəl nümunə verir. Hələlik bu qədər. Xaricdə səhifəsini izləməyə davam.